Ondan sonra mən jurnalistikaya böyük həvəsim oldu. Gəlirdim burada kənd təsərrüfatı şöbəsində, göndərdim mən kolxozlara, safxozlara, əmdə bir də papka, gedirdim hala. Bütün radiolara, sonra röportajlarımı gedirdim mən. Allah rəhmət eylesin, Murat Xanlı, qadınlar bilir, Mayla Murat Xanlı'yla tanış oldum. Azərbaycan Rəsmən işte, o mənə ayrıca mən çox röportaj verdim. Səndən Lətif Zərbənin röportajı, falan kolxozdan falan gəldim. Sonra televiziya getdim. Birimiz səmaydık, birimiz dəniz. Utana tanış olmuşduq. Niyə utanmadıq ayrılanda biz? Ayrıldı üzə gələn qatarlar. Qatara çatmayan görüş yeriydi. Mənim o tutmuşu dodağım, dilim, səni isə yandıran öpüş yeriydi. Apar o nişanı gərəyin olar. Apar dövlətimi, apar varımı. Mən isə yad bağçaya girən onu tək tənbih edəcəyəm. Dodaqlarımı. Başına döndüyüm doğma kəndim, səndən ayrılana gəzib düşəndim. Gecələr bağlarda ay nuru axtar, yolumu gözlərdi bir gözəl mənim. İndi o gündən keçib deyirlər, daha yollarımı qocalıq gözlər. Qoy gəlim qoyuna, cavan et məni, ondan deyiləm, kəndim səni. Ehtiyacın əli dəy gözümə. Ayaqlarım daha baxmır sözümə, nə deyirsə ay zamanlar bu mərliyə, gözümə, başqalaşıb ürəyimdi, başımdı. Nə sənsən ay gözəl qız, gözlərinlə can alan, nə də mən Lətifdə var. 16 sayda əritmisən ürəyinin yağını, gündə 100 yol xatirələr dağını, əli asalı, gözü eynəkli, keçin.